Həqiqətən qəşəng yerlərdir bu çöl ərazisi. Qəşəngdir amma hamı Koreyalıdır uşaqlar. Yəni nə ingiliscə danışa bilən var. Hələ sən nə gözləyirdin? Koreyada kimlər olacaq? Nə bilim, yəni insana ünsiyyət quranlar var. Məsələn, restoranların bir çoxu, klubların bir çoxu turist qəbul etmir. Bu da qəribədir. Yəni bu ayrımcılıq nədir? Burada motosikletlər çox təhlükəli, çox pis sürürlər. Üstünüzə hər an çıxa bilərlər. Orada özünüzü və yolu çəkə bilərsiniz, amma heç kimi burada. Çalışın ki, icazəsiz çəkməyəsiniz, çünki çox böyük problemlər çıxa bilər, sizi polisə şikayət edə bilər falan. Ona gedək qəşəng türk restoranları var, türk restoranlarından birinə girəcəm. Orada qəşəng yemək yeyəcəm. Orada baxacaq yəni nə eləyəcək. Metronun ərazisidir. Metrodur bura. Bax, bura metrodur qardaş. İngiltəliyi görürsünüz və metronun içində İmart var. İmart burada məşhur olan böyük mağazin şəbəkələrindən biridir. Yəni, mağaza şəbəkələrindən biridir. Burada metrolar belədir. Metro sistemi o qədər qarışıqdır ki, bura gələndə yəni çox çətinliklə örgəşsiniz, amma örgəşsiniz, yəni başa düşürsünüz sonra. Metroya gəldik. Metro kartımıza vuracaq. Onu da göstərim sizə. Bu mənim bax metro kartımdır. Bunu gətirsən, kartı bura qoysan. Burada deyir nə qədər vurmaq istəyirəm, baxım görüm nə qədər məndə. Bu şəkildə qəpikləri yazmışam. Və bu qəpiklər də gəlincimi vura bilirəm. İsmini vuraq. 충전할 금액을 İkinci metroma minəcəm. Çox qarışıqdır. Yəni metrolar dəhşət qarışıqdır, tapmaq çətindir və yaxud da metro axtarır. İndi mən bura gedəcəm. Həlim buladır. Bura getmirəm mən.